Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 383. bölümün Allah'ın lütf ve keremi ilə başlayıram. Gedək görək bu günləri hangi kitablar şansımıza çıxır ki, onları oxuyaq. Dünən bir kitab oxuduq. Bu zahirən adı Nəsihətül Muluk idi. Bu Nəsihətül Muluk əslində 477 il önce yazılmışmış ve yazarın da adı Kevi Məhəmməd Əfəndi, yəni Məhəmməd İbn Pir Əliymiş əslində adı və bu Nəsihətül Muluk nüsxəsi ki biz oxuduq, o 1126-cı ildə yazılıbdır, amma əsli yazan, onu çevirən 970-ci Hicri ilində yazmışmış ki, 477 il bundan öncəyə rast gəlirmiş. Sonra onun içində bir ayrı kitap da var idi. Ya bir ayrı kitap başladıq. O da bəli. Elə o bir kitab idi. Ondan sonra ikinci kitab Pələng Əfkən Namə adında bir kitabın o ikinci cildinə rast gəldik. Əlbəttə bu da 140 səhifəlik bir şey orada göründü. Qalanı yəni qutardı və o ayrı bir dastan başladı. Onun da neçinci cildi var? 18-ci cildi orada idi. Onun üçün bunlar da cildləri ehtimalən çox azdır. Amma önəmi burada idi ki, o şəfahi dili ilə, yəni danışıq dili ilə yazılıbdır. Çox bir gözəl əsərdir. Gedək görək bugünkü proqramımızda hangi kitab bizim ürcahımıza çıxır ki, onunla danışaq. Həsən Həsənə Cəbbarqulu. Bu kitab nə deməkdir? Əlbəttə bu çox da öncələrdə yazılmayıb belə tarixinə baxanda, amma tarixinə bir də biz baxaq. Divan-ı Rağib. Bu iki kitabı bu günlük açaq, görək ki, nə olur. PDF-in başında dostlarımız ki, bu kitabı yükləyiblər internetə, onlar yazıblar Həsən Həsənə Cəbbarqulu. Tarixi 1284 olanda çox da uzun bir zaman deyil. 436 səhifədə. İndi bu dostlarımız yazdığı tarixi əvvəl hesablasaq 1447-ci ildir. Yox, əgər bundan çıxsaq 1284-1284-ü çıxsaq 163 il bundan öncənin kitabıdır. Məmulən bu kitabları oxumuruq və oxumayacağıq da. Amma fəqət bunu baxaq görək ki, nə cür bir kitabdır və ya əcəba bunun tarixi həman tarixdir ki, yazıblar, yoxsa bir fərqli tarixi var. Kitabın əvvəl kitabxanada baxaq vəziyyətinə. Göndən bir cildi varmış, bəli çox işlənibdir, zahirən tox qırmızı rəngindəymiş, amma çürüyüb. Təqribən kitabın gönün hər yeri çürüməsini görürük. Bu birinci görüntüdür. İkinci səhifəyə baxanda görürük kitaba su gəlibdir və bir çox yazılar görürük, amma nə üçündür bunlar? Və elə bir zahirən kitabın müxtəlif adamlar sahib olduqları. Kitab Süleymaniyyə kitabxanasında İstanbulda saxlanır. Haza kitabı Həsən Həsənə Cəbbarqulu rəhmətullah əleyh. Belə bir şey deyək, başlayıbdır, əl yazıdır, türkcədir və yoğun qələmi ilə yazılıbdır. Profesional ya hirfəyi yazar ki, illərcə yazı yazmaq işi olsun, onun əlindən yazılmayıbdır. Belə bir şey görünür. Bunun kitabın bir sürətlə gedək. Əgər burada babi əşyanın vücudunda biraz bəyan şeylər, bəyan ruhi, rəvani, cəmali, icmali. Zahirən bu Hüsn-i Həsənə ehtimalən yenə də İslam haqqında olan, İslamı düşünməyə çalışan bir türkdür. Babi əhvalin bəyan edər, həcrit toprağı bəyan edər. Babi həlvinin şərtilərini bəyan edər. Bu həlvinin nəmin olar? Həlvadır, həlvidir. Babi ədəblər bəyan edər. Quşların əhvalını bəyan edər. Fil yağını bəyan edər.
kişi bulin nereye varid gəni bəyan edər. Vardığını bəyan edər. Bu kitabın gedək axirlərinə, sürətin əlbəttə çox uzun kitabdır. Mən biraz bunu indi ki bu kitabın əksinə eşikdən baxırıq, açıq baxırıq qıraqlarına. Görürük kitabın qıraqları çürüyübdür. Yəni kitabın içi salim görsənir. Amma qıraqları çabıqdır. Bunu yazan bəllidir, kasıb bir adam imiş. Çünki kitabın heç yerində boş yer qoymayıbdı, herfeyi deyilmiş. Dediyimiz kimi bu da onu göstərir ki, çox da büdcəsi yoxmuş kağız alsın falan, amma uzun, yəni qalin kitabdır. 436 səhifəlikdən danışırıq. Heç günə bunu dövrəsinə xətt çəksinlər, bir nəqqaş çəksinlər yox, amma bəzi xəttlərin altında, üstündə, bəzi kəlmələr, babların məsələn, altında, üstündə xətt çəkib. Ya məsələn, Həzrəti Əli əleyhissalamın adının başı üstündə xətt çəkib. Beləsi, bəzi mühüm kəlmələrin üstünə qərə xətt çəkibdir ki, yəni bu çox önəmlidir. Bab-ı Sultanın Ənbiya qəsavət əv müslimi əvül məsin olməsin bəyan edər. Qəsavət olməsin bəyan edər. Bab-ı suyun əhvalın əyanı bəyan edər. Su, bulutun halını bəyan edər. Bu, hər şey halında bir kitabdır. Yəni, bab-ı tilki ilə tavıq halın bəyan edər. Tilki ilə toyuğun halı haqqında, onların rabitələri haqqında bab-ı qiyamət əhvalın bəyanı əyan edər. Qiyamət haqqına görə də bir şeylər danışır. Burada bir kəlmə farsi də gördüm. Səlman-ı Farsi deyə yazılmışmış. Dediyim kimi bir çox kəlmənin başı üstə xətt çəkibdir, onlara təkid eləmək üçün. Mən bunu biraz sürətlə gedim, çox yaxın, əgər tarixi qədim olsa oxuyaram. Yəni, içində gözəl mətləblər var. Təmmətil kitab, gəldik, yetişdik. PDF-də 177-ci səhifədə Təmmətil kitab bi onil Məlikil Vəhhab Ramazan-ı Şərifin ibtidasında yazılmışdır, tamam olmuştur. 1284 sənəsində doğru yazıblar. Tamam, bu kitabı önemli kitab olsa da biz bunu bu cürsi qoyduq qalsın. Sonra burada da devam edir. Əlbəttə orada dedi, burada bitdi. Yəni bu səhifə 170 neçə idi? 177-də dedi ki, bu kitab qutardı. Ramazanın əvvəlində yazıb bunu qutarıbdı. Böyük bir himmət ilə. Amma kitab ondan sonra devam edir. Aynı xətt, aynı mövzular devam edir. Kâni Resulullah sallallahu aleyhi ve sellem məsələn İliç, yəni mənədir, əqni Kâni Resulullah sallallahu aleyhi ve sellem əflic, belə bir şey yazıbdır. Həzrət Məhəmməd fələc imiş, belə bir şey yazıbdır, elə bir güya. Əlbəttə oxuya bilmədiyim üçün də bunu biraz şəkkidə qaldım. Kitab aynı xəttlə və aynı mövzularla, aynı yol yöntəmlə devam edir. Kitabın son səhifələridir üst-üstə. İstəyirəm görün bu axirdə də bir... Bəli, axirdə də yenə təzəşdin. Təmmətil kitab və onil Məlikil Vəhhab oxuyanı, dinləyəni, yazəni rəhmətinlə yarğıla qıl. Yarılğa qıl. Ya Gəni, bunu yazdım yadigar olmaq üçün, oxuyanlar bir dua qılmaq üçün. Kətəbəhül Fəqir Seyyid Molla Əhməd səni 1284. Gen elə həman tarix düzdür. Kitabın adını yazaq, amma oxumuruq özün. Hər halda türkcə bir kitabdır. Bu sonlarda yazılsa da, əlbəttə bunu oxuyub o birisilərlə müqayisə eləmək bizi göstərər ki, əcəba bizim bu 250 ildə fikirlərimiz qabaqçılara görə hangi tərəfə əyilibdir, ya hangi yolda gedibdir, onu öyrənməyə çox yaxşı bir kitabdır. Kitabın adını yazıq ad Həsən
ya Hüsn-i Həsənə olacaqdır. Bunu yenə Hüsn-i Həsənə oxuyaq. Cəbbarqulu. Cəbbarqulusundan bəllidir ki, bunu şiələr yazıblar. Məmulən qulu kəlməsi bu bizim adlarımızda gəlir. Adı budur, yazar. Yazarın adı Molla Əhməd. Və tarix sənəni ərəbcə yazıbdır. Ondan sonra 1284-ü ədədlə yazıbdır. Biz də elə o cürsü yazdıq. Bu qədər görər bu kitab bizim standartlarımıza olmadığı üçün bunu burada bağlırıq. Amma içində dediyim kimi bir araşdırma üçün çox yaxşıdır. Görünsün ki, bu 200 ildə irfani nə cür düşünüblər. Əlbəttə bu Molla Əhməd də kimdir, onu da araşdırmaq lazımdır. Görək bu adam məsələn din məsələlərində ciddi bir adamdır, ya düşüncə məsələlərində ciddi adamdır, yox əvam adamlardandır ki, o çox mühüm olar. Yəni əvamda bir fikri olsa və onu gətirsə, yazsa, o çox önəmli bir şeydir. Kitabın ikinci kitabımızı açırıq. Divan-ı Rağib deyə bir kitabı açırıq. Kitabın cildini görsətmir. Fəqət cildini açıbdır. Görürük ki, Süleymaniyyə kitabxanasında ehtimalən saxlanır və kitab həm şirazəsi tikilən yeri, həm də dövrəsi saralıb, çürüyüb, bunu görürük. İkinci səhifəni açır. Bir gözəl, iki cürə gözəl xətt ilə, əl yazma ilə bir dənə haşiyə görürük. Bir də içəridə kitabın ortasında yazı görürük. Çox gözəl bir əl yazmadır. Əcəba kitabın əvvəli buradan başlayır. Yəni orada bir-iki səhifə əvvəldə düşüb aradan gedibdir. Çünki belə nəzərə gəlir ki, aradan gedib. Amma bu səhifənin bu üzü ağ olduğu üçün, yəni bir vərağın bir üzü ağ olsa, o birisi üzü yazılı olsa, o gərək buradan başlayır. Amma buradan başlanmayıbdır. Onun üçün demək olar ki, bu kitab buradan başlanmır. Bu bir dənə mətləbdir, özü yazıbdır. Bu kitabı alan yazıb ehtimalən çox gözəl bir xətti var. İkinci səhifədə burada bir deyək, nəqqaşi xətti ilə bəlkə, istirdim deyəm ki, uşaq oynayıb deyə falan, amma indi görürəm ki, bu çox o nəqqaşi xətlərdəndir ki, mən oxuya bilmirəm. Burada yazı yazıbdır və imzalayıbdır. Amma bu nədir? Əfəndisini oxuya bilirəm. Amma qalanını oxuya bilmirəm. Yəni, bunu mən əks salıb qoyaram burada, görək ki, nə deyəcəkdir buna. Sonra, orada hətmən bu divanın adı olacaqdır. Yəni, beləsi. Sonra buradan birinci səhifədən Qəzəliyyat başlayır. Ehtimalən, bəli, Divan-ı Rağib burada gəlir. İkinci kitabın adı. 2 Ad Divan-ı Rağib. Qəzəllə başlayıbdır və zahirən Rağibin adı gəlir şeiridə və bəzi yerdə qırmızı yazıbdır. Kitabın dövrəsi dediyimiz kimi çürüyübdür. İçinə az da olsa su gəlmiş görünür. Yəni, az deyəndə, yəni dövrələri islanıbdır. Yəni, dövrələri islanıb, sonra quruyubdur. Kitabın dövrələri çürümə xalındadır. Cırılıbdır, sınıbdır. Əslində, deyək beləsidir. Yəni, kağız biraz şey olandan sonra çox köhnələndən sonra suzat da gəlsə, yaxçı da saxlayan, məsələn, rütubət dəyməsə belə, o öz-özünə saralır və çürüyür, yavaş-yavaş gedir. Kitabın ortasının cırılığını görürük. Bu kitab 69 səhifədə görsənir PDF-də, yəni 2 qatdır, çünki hər 138 səhifədən ibarətdir. 1203-də yazılıbdır, yəni hududən 1045 il bundan qabaq, 44 il bundan qabaq, 144 il bundan qabaq, 244 il bundan qabaq yazılmış görünür. Oxumaq şey olar, yəni xətti çox
özəl bir əl yazmadır. Bəzi yerdə vaqəən oxuması çətin olacaqdır. Amma o birisi çətin kitablardan görə bu çox rahatdır. Yəni bunu da deyim, bəzi yerdə xətlərinin oynayıbdır, o hərflərin bir-birinə buruşdurub yapışdırması burada da zordur, amma aydındır. Burada biraz aydın yazılıbdır. Qələmin ucu görsənir. Bəzən qıraqda şeirin ehtimalən bir bəndi yadından çıxıbdır, yəni bir beyti yadından çıxıbdır, ya da bir nüsxədə. Çünki indi burada görürəm şeirin bir dana şeirə 2 dana son beyti yazıbdır və birin kitabın içində yazıb, birin eşikdə yazıbdır. Ehtimalən bu anlama gəlir ki, müxtəlif kitablarda, nüsxələrdə fərqli yazılıbdır. Ona görə da o 2 dana fərqi burada birin şeirin içində, birində səfənin qırağında yazıbdır ki, o vəfadar olsun, vəfasını göstərsin əsli kitaba. Xəttlər nəzərimə biraz o yüz bu yüz değişilir, amma aynı xətdir, amma değişilir. Yəni değişməsində, məsələn, bu səfə ilə bu səfənin fərqini adam görə bilir, amma nəzərimə gəlir ki, bəlkə qələmin ucuna bağlamaq olar. Bir dənə də buradan əks alaram, o da oradan qalsın. Görək ki, belə bir şey var deyə yoxdur. Bu Rağib Həzrətlərinin divanı kamil bəllidir, çünki tamam qəzəllərdə adın görürük. Hətta burada bir qəzəl görürük ki, onun yenə də 2 dana son beyti var ki, birində, hər ikisində də adın demişə bənzir. Amma baxmalıyıq, görək ki, bu cür bir şey var ya yox. Kitabın sonuna gəldik əslində. Burada, yəni birinci bölümünün ehtimalən sonuna gəldik. Mən bunu oxuyayım. 2 dana burada tarix nəzərimə gəldi, yazıblar. Bu kitaba o hər ikisi də bizə önəmli olduğu üçün oxuyaq, görək ki, Kitabun məbniyyun əla qəvaidil i'rabi məbniyyun ən-nəfaisi fəvaidil lubab müərrəbun ən tərkibil izhari müfəssihun ən-nətaici əl-əfkari ə'lamu ma'an ya mu'abinətu beləsi ma'an binhu marfu'ə fi məhəllil bəyan və rayat məbaniyə, o da məaniyə orada yazıbdır, məayinə, burada da mübayinə, mənsubətən lədəyyə mə'razəl imtihani fəənhə nəhvə, bu qəşək oxuya bilmirəm, min əhlil əsril əhəd və la zərfə iləyhi fikrəhu və inni ya da və la hərfə iləyhi fikrəhu və inkənə kamilən kəl məbruri li ömri fə xərabən Kitab-ı Sibəvi. Kitab-ı Sibəvi haqqında bir şey yazıbdır. Bəzaətən məzəcat, ehtimalən bəzaətən məzəcat bil izafəti iləyhi Cəalallahu sə'iyyəl müəllifi məşkurən, məbrurən və qənənə təhtəhu ələl ifadəti, ehtimalən təhtəhu olmuyor, amma təhənnəhu da ola bilər. Ələl ifadəti mətufən və məqsurən kətəbəhul fəqir iləl ila'i rabbəhu iləl ala'i rabbəhu zil məvahibi, yazanın adı Məhəmməd, əlbəttə əl-məd'uvi beynəl ətrabihi bil-rağib Həsənullah fi zümrətil məğfur. Ehtimalən bu nədir? Bunu baş tapmadım ki, bu hangi kitabdan danışır? Niyə burada getdi bir ayrı kitabdan danışdı? Hər halda bu adam bir kitabı yazan budur və adını deyibdir, amma əslisi qəd vəqə əl-fərağu min təhriri hazəl asar. Bu kitab öncələr yazılıbdır. Bu tarix ki, burada qoyulubdur.
Nüsxənin tarixi. Qəd vəqəl fəraq min təhrir hazəl asar min şəhri məhərrəmil həram səneyi isna və meteynə və əlif 1202-də. Orada 3 yazıblar, 3 qələtdir, isnadır. Nüsxə tarixi yazsaq burada daha gözəl olar. Nüsxə tarixi, çünki özü də bunu deyibdi, bu yazı deyil. Yazı olmadığı üçün Məhərrəmül Hərami səneyi isna və mi'əteyn və əlif. Bunun da indi bir ayrı rənginə yazaq. Və elhamdülillahi vəhdə təmmət beləsi yazıbdır və bunu yazaq 1202 hicri. Tamam. Buradan sonra yine bir səhvə var. Burada da nə mənə yazıbdır? 1314'də də burada təzaşdan bir şeylər yazıblar. Əl-həntu baqiyyun vəl-ömrü fani. Nə mənədir bu? Əl-həsənətu baqiyyun vəl-ömrü faniyyun və rəbbu fi və rəbbi afiyyun və rəbbi afiyyun vəl-əbdu asiyyun. Əl-xəttu baqiyyun vəl-ömrü, o da üstəki xətt demiş ehtimalən. Əl-xəttu baqiyyun vəl-ömrü fani və rəbbi afiyyun vəl-əbdu asi. Üstəki cümləni bu səfər burada aşağıda biraz yaxşı yazıbdır. Saraybosna şəhərində fi, indi bu 7 yenə ayın yazmayıbdır. Yazıb da bilmirəm indi hangisi ola bilər. 1314'də yazıbdır bu adam. Yunis Rəzri, burada bir şey ad yazıb ama oxuya bilmədim. Tazaşdan yenə aşağıda bir yazı yazıbdır. Ehtimalən ərəbcədir. Və bu tərəfdə də yenə aynı ərəbi devam edibdir və Saraybosna fi 7 yenə həman tarixi qoyubdur və 1314'ü yazıbdır. Yunis Rəzri İsturu. Bunu oxuya bilmədim və kitab burada qutardı. Yəni, yox, qutarmayıbdı. İndi bundan sonra calibdir. Buradan 37 səhviyə gəlmişik. Buradan sonra Qəzəliyyat-i Çani Əbülməani. Yəni, buradan bu üzə geçdi. Bir ayrı 2 dana biz qəzəliyyatla aşina burada tanış oluruq. Əlif buyurdu. B, indi burada B yazsaq. B, Qəzəliyyat-i Çani Əbülməali. Bunun Əbülməalinin Çani adında Çan. Çan bizlərdə indi mədən deyilir. O anlama gəlir. Kitab bu da ayrı xəttinə yazılıb. O xəttə heç ilgisi yoxdur. Bir-biri ayrı xətdir. Yəni o divanla bunun xətti əsla bir-birinə yaxın gəlmirlər. Yazı və qələm şivəsində yoxsa ola bilər işte məsələn nəstəlikdir ya işte nə bilim təliqdir ya nəsxidir. Onları mən bilmədiyim üçün bu haqda heç bir şey deyə bilmirəm. Amma nəzərə və ləhu sözü göstərir ki, Quran gecə deməkdir lüsani əflaqidə. Quruət qoca deməkdir lisani. Quruət lisani əflaqidə. Əflaq indi haradır? Orada Quruət məni eləyibdir ki, yəni bu şeirdə işlənib sözdür, qoca anlamındadır. Kitabın içinə burada çox su gəlibdir. Kitabın sonlarına yaxınlaşdıqca su gəlib və ikinci bölümün cövhəri
keyfiyyəti biraz yaxşı olmadığı üçün rəhlər düzdür silinməyibdi, amma qərəsindən rəh veribdi kağızın. Ortalarınacan demək olar ki, su gəlibdi. Burada 3-ün 1, 2, ən azından 3 dəfə bu kitaba su gəlibdi. Ehtimalən bu kitab bir ayrı yazıdır, onu bildik. Bunların ikisini adam istəyibdi, götürüblər, yapışdırıblar bir-birinə, satıblar. Hərəsi bir qələmdən imiş, amma ola bilər ki, məsələn, ayrı-ayrı kitablar imişlər, alıbdı, bir eləyibdi. Son vərəqlərə yetişdikcə su gedir dahi kitabın hər yerinə. Demək olar kitabın, deyək ki, məsələn, yerdəymiş, yağış yağıbdı, yerdə olan tərəfi çox su çəkibdi içəriyə. Hər nə qədər üst tərəfi qalıbdı, ora su az getibdi. Kitab qutardı əslində. Burada da buna yazıbdı, bir şey yazıb, tarix, amma əgər oxuya bilsək, 1241 ehtimalən olacaq burada. Belə bir şey də bunun sonunda yazıblar. Kitab beləliklə qutarır və axir səhifələrdə yenə kitaba heç bir ilgisi yoxdur. Müxtəlif ehtimalən dualardan zatdan olmuş ola, bilmirəm, hədisdir, duadır, hər nədir. Qalə Aristoteles, məsələn, burada Ərəstudan bir cümlə deyibdir. Qalə Nəbi, orada Həzrəti Rəsuldan bir şey cümlə deyibdir. Beləsə, hərəsindən bir cümlə yazıbdır və əlbəttə bu xətlər də fərqlidir. Yəni, o kitabın yerində şeirin içi ilə fərqlidir. Bu bölüm də daha, ən son səhifədə daha fərqlidir. Qeydaq kitabın özünə baxaq, görək ki, bu kitab birinci bölümdə dedik, birinci səhifə kitaba heç ilgisi yoxdur. Amma bəlkə burada oxumaq olar. Ayrılar İraq yerdən bal götürmək üçün aylar İraq yerdən, yəni İraq yerdən bal götürmək üçün hər bir qovan sidin dörd canibinə tutsun təzə tamam. Ehtimalən burada arılar imiş, mən aylar oxumuşam. Arılar, arıların balını götürmək üçün nə cür götürəcəksən, onun nə cür tüstü verəcəksən, onun haqqında bir şeylər yazıbdır. Gözəl xəttinə, insafən yazıbdır. Amma gedək qəzəliyyata, görək ki, qəzəliyyat nədir? Divani, burada d ilə vanı cəlib bunu örgəşək beləsi bunu. Bunu əlbəttə çox yerdə görmüşük, amma bu şəkildə görməmişdim, cəlibdir. Divani Rağib qəzəliyyat fi xurufi xuruf yazıbdır. Hurufi xuruf yazıbdır. Bunu neçə yerdə də gördüm, amma mən xuruf oxudum, ya huruf oxumadım, zuruf oxudum, ya da oxumadım. O axirdə bunu gördüm beləsi yazıblar, amma deməkdən hurufu xuruf yazıbdır. Əl-əlif. Xuruş dağ ilə səbnəmi bəhar ver güya. Xuruşi. İndi əcəba burada bu nöqtələr izafidir, misal hurufun nöqtəsi kimi, yoxsa şeydə onu bilmirəm. Xuruşi dağ ilə sinəm bəhar ver güya, fələk bu kövkəbə meh dağdardır güya. Həqiqət əhlinə çəsbanda gül libası riya. Həqiqət əhlinə çəsbanda gül libası riya. Baftardır rəsədixi müstəardır. Oxuya bilmədim. Nə oxunacaqdır, oxuya bilmədim. Birinci səhifədən keçək, bəlkə o birisi səhifədə biraz bu suyun, burada indi yazılar arxadan da gəlibdir, onu keçək, bəlkə o birisi səhifədə biraz rahat oxuya bilsək, umaram bu xətt dediyim kimi biraz fərqli xətdir. Seyri cismi xərmən saman sirvətdir bana, təngidəsti vüsəti pəhnai dövlətdir bana. Ehtimalən bu mən seyri
cismi oxudum. Ola bilər ki, başqa bir şey də oxunsun, amma seyri cismi xərməni saman sirvətdür bana. Saman ehtimalən anlamındadır. Samanlılar da ehtimalən elə saman sözündən gələr. O şey ki, buğdanın, arpanın ya bəzi şeyləri biz zəmidən biçib gətirib xərməndə əzəndən sonra onu savurmaq üçün atırıq, samanla dənə ayırırıq, ona gəlir ehtimalən. Seyr cismi xərmən saman sərvətdür bana. Təncidəsti vüsəti pəhnai dövlətdür bana. Burada demək olar ki, kəlmələri mütəzad dişlədir, zidd dişlədir. Cismi xərmən, saman, sərvət, o birisi şeydə təncidəsti, əli açıq olmamaq, əli çətində olmaq ya əli boş olmaq deyək. Vüsəti pəhnai dövlət, əlimin boşluğu böyük, yəni dövlət də var anlamındadır. Vüsəti pəhnai dövlətdir bana. Tərk əsbablə, tərk asayişlə, tərk asayişlədir dair mədari asa. Tərk asayişlədir dair mədari asa. Tutiyayı çeşm rahat cerdi külfətdir bana. Qabil şərənc olmayan olmaz pəzirayı həlla ya həla. Qabil şərənc olmayan, əlbəttə bu da sərəng kimi yazılıb, yəni 3 nöqtəli s kimi, amma onun bilmədiyim üçün mən şərəng oxuram. Bu da şeirin birazında oxumağı budur ki, türkü kəlmə bilmirəm da, yəni bilmədiyim üçün o kəlməni bir şeyə bənzədib oxuya bilmirəm. Çünki zehnimdə yoxdur onun tayı. Deyəm ki, bu beləsi, türkcə bu kəlmə var və beləsi yazıla bilər ya beləsi ayrı cür yazıla bilər. O türkcə bilmədiyimdən olur. Qabili şərəng olmayan olmaz pəzirayı həlla. Əqbrar xatir əksir məsərrətdür bana. Əqbrar nə deməkdir bilmirəm, amma o cür yazılıbdır. Əqbrar xatir əksir məsərrətdür bana. Zəif eylə roşən nəzmiran şəhveyi afaq olur. Zəif ilə roşən zəmiran şəhveyi afaq olur. Şikli səbabimə nuki rəfqətdür bana. Ya rəfətdür bana. Şikli bənanimə də ola bilər. Bənanimə nuki rəfətdür bana. Bilmirəm bu nə oxunur, oxunmur. Səbabi də ola bilər. Səbab baş barmaq. Amma məni vermir. Yəni şikli səbabimə nuki rəfətdür bana. Rəhnuma lazım dəcür olməsün rəhzətən həman. Rəhzən olacaq ehtimalən. Rəhnuma lazım dəcür olməsün rəhzən həman. Həzri muhtac olmamaq məhz hidayətdir mənə. Bu da ehtimalən həzrət olacaqdır. Həzrətə mühtac olmamaq. Xizrə muhtac olmamaq nöqtəsi yoxdur. Amma xizrə muhtac olmamaq məhz hidayətdir bana. Dağı hicrün bən visalə verməməy, əmma visalün. İndi visal olmayacaqdır. Bu du olacaq. Vudasın. Dağı hicrün bən visalə verməm, əmma amma nə olar? Sən olacaq deyil.
اما وداسن نقد canə versən ey meh payı minnətdir sənə bana. Çəkmişəm səmti meyi məhbubidən rağib ayaq. Çəkmişəm səmti meyi məhbubidən rağib ayaq. دستشویی رغبتم اشکی ندامətdir bana. Zor oxudum, o biraz deyirəm, amma oxumaq hesab olunsa oxudum da. Yəni buna oxumaq demək olmur. Görək ki, bu birisində, bu qəzəldə nə yazıbdır? Ronəqi ruyun edib xətti sinəfam تمشکست نمشکست احتمالا. رونق رویین ادب خطی سینه فامی شکست لشکری خاوری لشکری خاوری ادی سپه شامی شکست. لشکری خاوری ادی سپه شام şikast. Beləsi oxunacaqdır. Səs qoyubdur o sepəhə. Sepəhə. Oldu mir'at-i tənci təb'üm əcəb xam şikast. Oldu mir'at-i tənci ehtimalən tüncü də ola bilər. Oldu mir'at-i tünci təb'üm əcəb xam şikast. Nə zaman görürsə olur bir dil nakam. Kəndi eybindən olur ruyinəma eybi kəsan. Kəndi eybindən olur ruyinəma eybi kəsan. Olsa ayini şikəstə olur əndam şikəst. O şikəstləri oxumadım, onlar gərək oxunaymış. Üstəkində də tazaşdan qeyd edib oxusam, o nakam oxuduq, nakam şikəst gərək oxunaymış. Orada sətrə yerləşmədiyi üçün yazmayıbdır. Ronəqi ruyun edib حظی یا خطی سینه فام شکست. لشکری خاوری ادی سپهی شام شکست. oldu mir'at-i tənci təb'im əcəb xam şikast. Nə zaman görürsə olur bir dil nakam şikast. Ne zaman girirsə də ola bilər. Nə zaman girirsə olur bir dili nakam şikast. Kəndi eybindən olur ruynəma eybi kəsan. Olsa ayinə şikəstə olur əndam şikast. Şikəni zülfü edər mürq dili pasinə. Şikəni zülfü edər mürq dili pasinə. Dəxi kira taramış olsa məgər dam şikəst. Bunu oxuya bilmədim. Nə oxunar, nə də zehnimdə belə bir kəlmə yoxdur. Dəxi kiratır imiş olsa məgər dam şikəst. Baş tapmıram, nə demək olar? Bəzi lüğətləri qoymayıbdır ya bəzən izafə qoyubdur. Nəzərimə belə gəlir. Ona görə mən bunu oxuya bilmirəm. Zat məsələn rez ilə yazılıbdır, amma mən zat oxuram. Ola bilər nərat da oxunsun məsələn. Zat məbudə çün ronəqi olmaz hünərün hatəmi ərzini kəsr etmə olur nam şikast. Hatəm irzini kəsir etmə olur nam şikast. İndi burada rəmkar yazılıb. Nə deməkdir? Rəmkar etdi o mehru bana rağib diyəməm. Şayət də bu rəmlər
rəblər etdi o mehri, mehru bana rağib diyəməm, eyləsin rəncirxün gərdişi əyyam şikəst. Oxuya bilmirəm, çünki bu xətlə tanış deyiləm, bu özəl bir xətdir. Bu səfhədə deyişdi, bundan da əks salmışdım əlbəttə. İbrahim oləməz. İbrahim oləməz. İndi bu meze burada oxundu. Orada bir yerdə bunu iştibah oxumuşam. Çünki ehtimalən məzat olmadı. Məzat da verməz. Yəni İbrahim oləməz visalə bais. Təsdiqün olur məlalə bais. Tənşit ikən iktisai səhba. Tənşit ərəbcə sözdür ehtimalən, amma bilmirəm nə deməkdir. Tənşit ikən iktisai səhba ənduhum edər kəlalə bais. Şayət elə bir dana bais vardı. Ənduhum edər kəlalə bais. Ahimi cahan etdi bərbad zülfü bu ixtilalə bais. Fəalun lima yurid ikən hüsn olmuş xəttün infialə bais. Xurşidə qurur hüsn an der gün başinə bir zəvalə bais. Ma'lumun idi əgərçə halim lütfündür olan sualə bais. Olmaz hünərin ma'lə badi. Olmaz hünərin məalə badi. Nüqsanındır olan kəmalə bais. Dillərdə o zülf dastandır. Dillərdə o zülf dastandır. Rağibi mi bu qıl. Rağib mi bu qil u qalə bais. Bunu biraz rahat oxudum. Xətti biraz fərqlidir. Onu biraz accacan rahat oxudum. Bir ayrı şeirə baxaq. Dəstinə sazini aldıqca ürəşki nahid. Dəstinə sazini aldıqca o rəşki nahid. Dəmbəst olacaq ehtimalən. Ya dilbəst. Dəmbəst bir dilbərə. Dilbəst bir dilbərədir. Bam fələkdə xurşid. Müjdeyi mərc bərqəb nə deməkdir bu? Müjdeyi mərc bərqəb ilə pəyam vəslün. Mərc olmayacaqdır. Bu ehtimalən bir ayrı bir şey olar. Çünki müjdeyi gülşənlər toəm olur aşıqə əbdu üstünə. Burası da oxunmur. Eyd ehtimalən id olacaqdır. این دوست قضا etti. این دوست قضا etti şikست و نابود. Şu xarabatıda bir cam qumuşdu cəmşid. İndi calibdir. Bunu əlan burada gördüm. Bu məni biraz da fərqləndirdi. Məsələn, şuda x buna yapışıbdır. Şua. Arasında ara abad. İndi şu xarabat, şuxər abad beləsi oxunmalıdır əslində. O da bunu göstərir ki, yazanda kəlmələri bəlkə bir-birindən ayırsam dahi yaxşı oxuya bilərəm. İndi onda bu
müjdeyi, müjdemiz ki bir qəlb ilə pəyam vəslün. Bu rəqib, o da bu rəqib olacaqdır. Müjdeyi, müjdəmizin bu rəqib ilə bir rəqib ola bilər. Bir rəqibi ilə pəyam vəslün. Gəlsələr toam olur aşıqa eyd üstünə eyd. Aşıqa eyd üstünə eyd. Xurşidin yerine orada tamam. Gəlsələr toam olur aşıqa eyd üstünə eyd. İndust qəza etdi. İndust oxunur ama qəza etdi şikəstü nabud. Şu xərabat bir cam qomuşdu cəmşid. Rağ olub vəz'i şütür ciryəsinə. Gördük rəh cancüdaz olmədədir. Xizridə ömrü cavid. Şöyle-i دوزخی افسرده ederdi. Nemene müşk zahidün ehl hava zafine etmese taklid. Sevci sevdayı visalün beyaze tıgacak eyleme bihude avraki hayali tasvid. Sana etdikləri bu coru əzayi rağib. Ola hər gün irə xakidə çərxi qubar. Belə bir şey inar ya da. Ola bir gün irə xahündə çərxi inad. Belə bir şey. Okuyabilmedim bu şiiri. Bu biraz da. Gedək bir ayrı səhifədən bir ayrı şiir cürək okuyabilirik ya yox. Seçməyə çalışıram amma hamısı bir xəttinə yazılıb. Yəni çox fərqli yazılmır. Oldu ki şoqdur məclisində mücrimdir. Odil ki şu qədər məclisində mücrimdir. Nə sərgəran səfa nə mükəddəri qəmdir. Nə sərgiran səfa nə mükəddəri qəmdir. Əfəndi qanlımı bıçaqlı yedi camu saqi ilə. Əfəndi qanlı bıçaqlı yedi camü və camü saqi ilə nə oldu zahidə şimdi ənisu həmdir. Hünərvaranə görə fəth bab ümidün. Hünərvaranə görə fəth bab ümidün. Güşadi həşrə qalan dəxməyi mətləbdir. Dəxməyi mətləbdir ehtimalən. Səvad kamil mişkin ilə yenə o beytün bəyaz gərdan kafuri rəhməyi mərhəmdir. Bir ey aşıq əgər ol غزال نازی رقیب. Bir ey aşıq əgər ol غزال نازی رقیب. Edərsə seyd suz olmazsan müəlləmdir. Halli mül dua ateşinə ya da həll dua ateşinə, bilmirəm indi bu nə cür oxunacaqdır. Mül dua ateşini mül dəva teşneyi ləlinin
لعلنر eden tercih خدا فی وار ایسه. Bu oxuya bilmirəm. Bu Xuzafi varisə yecər fəxr ilə məsəmmərdir, müləmmərdir, belə bir şey. Əlac hüsnə ki kafir dəmi məsih gərək. Əlac hüsnə ki kafir dəmi məsih gərək. Be haqqi ruhi qudus gəl ləblərün əmdir. Bir etdi pir etdi ya da bir etdi gülüş cuşi sipehri. Pur etdi cuşi sipehri sedai nasazan. Onun üçün əhli suxan şimdi rağib el-əsmidir. Rağib əsmidir. Bilmədim bu nə deməkdir. Rağibə bəs midir? Onun üçün əhli suxan şimdi rağibə bəs midir? Yaratdı cuşi, pur etdi cuşi sipehri, sedai nasazan. Tikrar eləyib bunu. Yazacaqmış adda bir-birinin altına bu beyti. Yaddan çıxardı, bu da tazaçdan tikrar eləyib. Pür etdi cuşi sipehri, sedai nasazan. Onun üçün əhli suxan şimdi rağibə bəs midir? Gedək bir ayrı beyti oxumağa çalışaq. Bir ayrı beyti dedim, bir ayrı qəzəli oxumağa çalışaq. Amma mən türkcəsini oxumadığım üçün o qəzəl mənası da vermir, havasını vermir. Kim ki manəndi sipehr olməhi ağuşə çəkər. Kim ki manəndi sipehr olməhi ağuşə çəkər. Günəyi çərxi stəmkeşi فراموشه çəkər. Çineyi çərxi stəmkeşi فراموشه çəkər. Dağı səxti ikən aləm o kəman əbrudən. Dağı səxti ikən aləm o kəman əbrudən. Bazuy fitnə ani türfə tərəfi binaguşə çəkər. Çəkməz oza'i fələk bari giranın olkim. Payini dameninə xirgəsini duşə çəkər. Süst iman təvəkkül olur əzbabi şuğul. Süst iman təvəkkül olur əzbabi şuğul. Mərd xərmən kimi daim təəbi tuşə çəkər. Muri xərmən kimi daim təəbi tuşə çəkər. Etdi roşən bana günahi ömrü şəm'ün. Etdi roşən bana کوتاهی ömrü şəm'ün. Ateşini زبان afət xamuşə çəkər. Bəzmi miyadən buri əl çəkdi ayağın əmma. Təb'i rağib durməz o ləbi minuşə çəkər. Biraz bu mənisini anladığım üçün rahat gəldi mənə biraz. Burada bir şeir nəzərimə biraz açıq yazıbdı. Onu bir görüm oxuya bilsəm. Bəzmi türbə cami meyi nəşvə fəza biz. Dəsti ədəb sübhəyi əzkar xudayiz. Bəzmi təyrə Bəzmi tərbə türbə kimi yazılıbdır, amma dəstəli teynə bilmirəm nə olacaqdır. Bəzmi tərbə cami mey nəşvə fəzayiz. Dəst ədəb sübhəyi əzkar xudayiz. Olsaq nə qədər kisə tühi, olsaq nə qədər kisə tühi nəqdi qənadən
عرفان ile محمود کرامی وزرایز مشهودی مشهود فر احبابیدن اندوه جدرر بق حکمته کم نسخه اخوان صفایز آواز خرün رونقیdir şöhreti gülşen. Xərin burada ne olur? Avazı. Xərin olmaz. Olacaq fərin. Fərin de olsa fərək. Avazı fərək rونقیdir şöhreti gülşen. Çünki bilmirəm bu fəründür, fərəkdir, xərəkdir, xəründür. Hangisi olacaqdır bilmirəm. Görməmişəm. Ona görə bilmirəm bu kəlmə nə cür oxunar. Hangi dildəndir? Avazı xərin rونقیdir şöhreti gülşen. Bülbül kimi sərcəndi ki bibərgü nəvaiz. Serçənd ola bilər. Bu hər cənd kimi də oxunur, yazılıbdır nəzərə gəlin, amma bəlkə bülbül kimi sərcəndi ya hər cəndi ki bibərgü nəvaiz təkəllüflə dəcül məşrəbi təsdiyə bir busəyə qane olur ülfətə gedayüz bir günə bizi eylədün ey şux fəramiş bir günə bizi eylədün ey şux fəramiş güya ki xəyalın sənin xərqi vəfayüz İxlasımızın görmədük asarını hala İxlasımızın görmədik asarını hala ağuşi sərvədə məgər xeyri duayüz. Bu da şurudə nədir? Bu beləsi olacaqdır. Dəmsaz səba oldu rəhavi bizə rağib dilbəstə zənciri səri zülfü rəhayüz. Rəha ehtimalən burada 2 dəfə işlənir. Bir şairdir ki, bu ona əlaqəsi ola bilər. Belə düşündüm əlbəttə ki, fərqli ola bilər. Həzara cənab olan əhli tələvvündən vəfa gəlməz. Həzara cənab olan əhli tələvvündən vəfa gəlməz. Bu gülşəndə məşam şوقə بوی آشنا gəlməz. رخام آرزو خوتابه‌ی حسرت güzər verməz. رخام آرزو خوتابه‌ی حسرت güzər verməz. Onun üçün heyli dəmirlərdir pəyami dilruba gəlməz. Onun üçün xeyli olacaq, xeyli yazılıbdır. Onun üçün xeyli dəmlərdir pəyami dilruba gəlməz. یا دستاویز ناز شدر یا داغ تازه‌ای رنجش تهی برجو نوا çuyi dilaran ca gəlməz. Dutar tuli əməllə vəz'i getdikcə rəsən tabə həyatindən təəblə bir 100 salə pir 100 salə غنا gəlməz. Bu şiş dərgahı Bu şişdir cahu hünərin kəeyneyni mehrumahindən. Bu şişdir cahu hünərin
çəneyni mehrumahindən gəlir səd cünə nəqşi əmma bi vifqi müddəa gəlməz. سری همشیreyi دردی کشانی دردی کشانی بزم حسرتله سری همشیreyi دردی کشانی بزم حسرتله مذاق آرزویه خوش gəlir lakin səfa gəlməz. Tolur misli dəmi canbəxşi İsa səhər Harunun Tolur misli dəmi canbəxşi İsa səhər Harunun Ləbün çeşmin gibi səhər afərin şirin əda gəlməz. Təkəllüf etmə rağib imtihan əhli dəvidə Təkəllüf etmə rağib imtihan əhli dəvidə məhəc etinaya qılıb ərbab riya gəlməz. Seçmağa başlayıram. Görək ki, hansısı biraz heç olmasa kəlmələr biraz bir-birindən ayrı yazılıblar ki, eləyə bilən biraz da oxuya bilsəm. Olduqda nacüstə rişteyi həddi nəfəs. Olduqca ta cüsəstə ehtimalın olsun. Rişteyi həddi nəfəs cöhəri məqsudimə qəvvas olur mi دسترس شوق راهی کعبه جیلونله کرم افغان olup شوق راهی کعبه جیلونله کرم افغان olup گرم افغان olup ناله دل oldu پس آهنگ فریاد جرس var فراغ بالی هر چند olsa da بیبال و پر var فراغ بالی هرچند olsa da بیپال و بر قید آب و دانeden آزاده‌dür مرغی قفس رشته طول امل برندی زلف یار رور رشته زلف امل bir brendi zülfü yarur parur pa olur rur rişteyi tule emel ehtimalen bəzənd olsun bəlkə bu berend yazılıbdır bər nədir zülfü yarur parur düşməz şu dairəhaya ey gölgül ümid kəs imtiyazının did olmaz serazadeden imtiyaz ben did olmaz seri azadeden sayi bali huma fargında ya perri mecəs bar duşi hürmet eyler kim görsə xunc bi bar duşi ya da yar duşi hürmet eyler kim görsə xunc bi mست با نمکینه رهزنجی olur خوف عکس cam sərşar havanın xoşdur amma nəşvəsi dərd sərdür çün xumari eyləmə rağib həvəs. Yenə də bu kəlmələrin bir çoxunu bilmədiyim üçün zehnimdə əslən bunların bu yazı nə ola bilər belə
şey yoxdur. Yəni biz dərs oxuyanda bilirsiniz, kitablarda hər nə ki oxuyuruq, onlardan əyri ya düz, onlardan zehnimizdə bir əks yaranır. Yəni bir hafizəmizdə bir kəlməni heç olmasa bir dəfə görürük, onun oxumağına biraz zorluq çəkirik. Hər halda rahat oxuyaq, ya onu çətin oxuyaq, o beynimizdə qalır. Sonra bir ayrı zaman o kəlməni görsətsək, bənzədirik ona bənzəyən bir şeyə. Amma burada onu görə bilmirik. Məsələn, ərəbcəsini daha rahat oxuya bilir adam, çünki deyir ki, bir şeylər eşidibdir Qurandan, oradan, hədisdən, filandan bir şeylərə bənzədə bilir adam. Amma türkcədə dərs oxumadığımız üçün heç də bəzi kəlmələri bənzədə bilmirəm ki, bu məsələn farscaya bənzədirəm, görüm oxumur. Türkcəyə bənzədirəm, başa bilmirəm. Vəsətdə qalıram. Yəni bu dildən qırılmaq anlamına. Bir dana təməddün, bir dana mədəniyyətdən belə olar qırırlar. O zaman ki, bir dana mənanı sən anlamayasan, bir dana kəlməni anlamayasan, bir təməddündən qırılmısan deməkdir. Əgər biz türkünü oxuya bilmirik, anlaya bilmirik, yaza bilmirik, danışa bilmirik, bu mənaya ki, biz təməddünümüzdən, uyğarlığımızdan qırılmışıq. Və indi su üzündə bir köpük olmuşuq. Biz nə fars dilinə yapışa bilmişik, nə ərəb dilinə yapışa bilmişik, nə də öz dilimizi qoruya bilmişik. Vəsətdə suyun üzündə bir dəniz, dillər dənizinin üstündə köpük olmuşuq. Özümü deyirəm, mən indi bir köpük kimiyəm ki, suyun üzündə hər zaman patlamağa hazıram. Yəni partlayıram da, bir dənə kəlməni görüb oxumamaq, yəni bu partlamaq deməkdir. Etdi təni nəzarimi fəryad و nalə nal. Qaldım ürünə zəf ilə yox irtihalə hal. Oza'i bazgونəyə mayil xərac eşq. Bunda qədd xəmidə olur اعتداlə dal. İradət qəbulə hünər sərvət öylə. İradət qəbulə hünər sərvət adilə ehtimalən nöqtəsi yoxdur. Olmazdı böyle cüz'i mülazimi kəmalə mal. Səyyare-i həvadisə əyyam olub şuhud. Bəlkə səyyarə olmaya, besyarə ola. Besyare-i həvadisə əyyam olub şuhud. Ucube-i vəqaye-i dəhrə risale-i sar. Varmı əlacı inməyə bir hal ilə xəmuş. Varmı əlacı etməyə bir hal ilə xəmuş. Olmaz müfidi hərzeyi vərayı məqalə qal. Verməzdi əl-teşneyi qərib olsa sərab. İma edər bu nükteyə rəncin malə al. Rağib həzar məni rəncin xiyal edib. Rağib həzar məni rəncin xiyal edib. Hər qəmzəsində oldu hədəfi pirubalə bal. Belə bir şey ehtimalən oxuya bilsək, əgər düz oxuya bilsək, belə bir şey oxuyacaqdıq. Burada bir ayrı qəzələ baxaq, görək oxuya biləcəyik. Şəmim buy küləh tab yox dəmağımda. Şəmim buy küləh tab ya da küləh tab ola bilər, ayrı bir şey ola bilməz. Şəmim buy küləh tab yox dəmağımda. Şərab-ı vəsli nəbat ab olur əyağımda. Açıldı sərbun xarində bin gül həsrət. Açıldı sərbun xarində bin gül həsrət. O günə nəşv nüma var həvai bağımda. Misal xani abi
آینه جدی عکسümden. Misal خانه آینه جدی عکسümden. نقد صفادن اثر جوشه فراغımda. زروره etmede ahım zelal enduhi. Zərverə etmədə ahım zəlal enduhi beyaz sübh olurdu. Oluyurdu dil çırağımda. Dil çırağımda oluyurdu dil çırağımda. Olursa cuşen sirişkim bu günə tufanxiz. Olursa cuşen sirişkim bu günə tufanxiz eder semenderi gül üksüzü ocağımda. Eder semenderi gül o közü ocağımda. Köz sı kimi yazıbdı ama köz oxunacaqdır. Xədənci qəmzə və açmış və dəhanı xahişini. Xədənci qəmzə və açmış dəhanı xahişini. Qətili mərhəmə yox iltiyam dağımda. Havayı sümbül əhəm kəsil verib rağib. Havayı sümbül əhəm kəsəl və kəsil, kəsmək, kəsalət anlamına burada gəlir. Havayı sümbül ehtimalən əhəm olmayacaqdır, həm olacaqdır. Havayı sümbül həm kəsil verib rağib. Şəmimi buyi gülə tab yox damağımda. Bu da gül olacaq. Üstəkidir. Əvvəldə şəmimi buyi gülə tab yox damağımda. O küləh oxudum. Küləh mənasına deyilmiş. Gül mənasınaymış. İndi burada yenə də gördüm ki, iştibah oxumuşam. Mənanı düşünməyəndə belə olur da. Şəmimi buyi küləh gülə. Şəmimi buyi gülə tab yox tamağımda. Şərab vəslə taban ab olur. Taban ab olur ayağımda. Beləsi oxunacaq idi. Mən bu kitab getdikcə gözüm adət eləyir. Yəni, bəlkə indi bunu bir saata yaxında oxuruq. Bir saat bir rup deyib, əlbəttə bir dənə ayrı kitaba biraz baxdıq. Gözüm buna indi yavaş-yavaş adət eləyir. Yəni, bu xətti yavaş-yavaş anlaya bilirəm. Əlbəttə şeirləri də anlamaq lazımdır, mənanı da anlamaq lazımdır. Qaldı nəqş-i xatəm əməlün dili qəm pişimdə. Qaldı nəqş-i xatəm əməlün dili qəm pişimdə. Xunçeyi sərdür açılsın dəruni şişədə. Qaldı nəqş-i xatəm əməlün dili qəm pişimdə. Xunçeyi tərdir qo açılsın dəruni şişədə. Eyləsin taraz dil gəh çin əbru gəh bana. Eyləsin taraz dil gəh çin əbru gəh bana. İki ləbs olmaz mislidir su sevdicim bir bişədə. İki ləbəs olmaz. İki libas kimi oxunacaq ehtimal. İki ləbəs olmaz məsəldir sevdicim bir bişədə. Nə deməkdir burada? Bir bişədə iki sevdiyim olmaz. Etdi sirrinə peykari rey fərhadü nəqş-i bistun. Etdi sirrinə peykari fərhad nəqş-i bistun. Sərniviştin kim qəza rəsm eyləmişdir tişədə. Olmadım rəhyabi
Olmadım rehyab sirri çakülü xımdır xəmün. Olmadım rehyab sirri çakülü xəm der xəmün. Çox gəlidi müşkil etdim. Çox kilidi müşkil etdim. Cüşadi əndişədən. Şişədə, bu da əndişədə. Cəm olan xətti ləbünlə zəhr-ü ləşkər, zəhr-ü şəkkər xəndəyi. Cəm olan xətti ləbünlə zəhr-ü şəkkər xəndəyi. Niş ilə cədvarə, niş ilə cədvarə, təşbih ilə bir riştədə. Xirqə puşi xانگاهی بی نیازیدر dilim. Xərqə puşi xانگاهی بی نیازیدر dilim. Eyləməm rağib müdara şəhneyi, şəhnədə dərvişidə. Rağibin divanından biraz oradan buradan oxuyuruq və biraz da deməliyəm ki, əl yazması çox özəl bir əl yazmadır və mənim də türkcəm çox zəif olduğu üçün təəssüflə bu şey olmur. Yəni o qəzəli qəzəl kimi oxuya bilmirəm. Yəni bu bir də birinci dəfədir kitab açırıq. Bunu bilin ki, mən tarixdə ömrüm boyunda fikir edirəm ki, bu kitabda ömür boyunda birinci dəfədə açılır ki, biri bunu oxusun. Yəni bu da bir məsələdir. Yəni o da bir məsələdir ki, bir kitabı hangi kitab olur olsun birinci dəfə oxuyanda özdə əl yazma olsa adam biraz çətinliyə düşərsə %100. Fərmanın olsa məmləkəti dildə yürütdi. Biganə həvəs sirrinə gəh buldisə, gəh ki buldisə görütdi. Qınandı oğliyunci nəbi bəhr-i həva, bəni bəhr-i həvay. Qinan etdi, qınandı ehtimalən, qınatdı ola bilər, qınatdı. O qalıyor, oxuya bilmədim. Biraz orada bir iki kəlmə çox baş tapmadım ki, bir-biri ilə oxunacaq, ayrı-ayrı oxunacaqdı, onu eləyə bilmədim, getməyim onun üstündə. Ronaq olmaz şəhni-i hüsn و davdən qeyri. رونق olmaz سخنه صحنه حسن da davadan qeyri. Var mı sənin səncü cühərün fərqi səfadan qeyri? Anlamadım. Ronaq olmaz şəhnə də oxumaq olar, hüsnü vavadan qeyri. Var mı səncü cühərün fərqi səfadan qeyri? Türfevü kani hökmüdür şu kühəni taf fələk. Türfevü kani hökmüdür şu kühəni taq fələk. Nə ararsən bulunurdur dəvadan qeyri. O da dəveymiş. Pəs belə sox. Ronaq olmaz səhni-i hüsnüda dəvadan qeyri. Ronaq olmaz səhni-i hüsn dəvadan qeyri. Var mı səncü cühərin
fərqi səfadən qeyri. Çox gözəl deyibdir. Daşla cövhərin deyir fərqi, səfa olmasa nə fərqi var? Yəni biri-birinin, məsələn biri-birini sevsə, ona üzük verir deyək. Deyir ki, əgər səfa və saflıq, sevgi olmasa, daşla cövhərin olsa, yəni vaqəən sevsələr bir-birinin, səncü cövhərin, daşla cövhərin nə fərqi var? Səfa olsa. Amma səfa olmasa, təbii ki, adamlar qiymətinə baxırlar. Mənimki yekədir, daşlıdır, qiymətlidir, onun üstünə gedirlər. Ronaq olmaz suxənə hüsnü və davadən qeyri. Ronaq olmaz suxənə hüsnü dəvadən qeyri. Varmı səncü cühərin fərqi səfadən qeyri? Türfə bükan hökmüdür şu kühəni taq fələk. Nə ararsən bulunur dərdə dəvadən qeyri. Nə alarsan bulunur dərdə dəvadən qeyri. Qərəzi həqqə isabət necədir seyr eyliyə. Qərəz həqqə isabət necədir seyr eləyə? Varmı bir toğri gedər yer xətadan qeyri? Varmı bir toğri gedər yer xətadan qeyri? Nəşve-i rahi tələb eylərsən ixlası. Nəşve-i rah tələb eylər isən ixlası. Xizr rəhbər ürmə oğni xudadan qeyri. Bilsən əğyar nədir minnəti ya bari öynək. Bilsən əğyar nədir minnəti bari öynək. Görmədən bizimlə bir nəş'eyi cəfadan qeyri. Neçə bin yıldır adı ətləs gödən hərfün. Necə bin yıldır adı ətləs gərdun hərfün. Nəsi var bir gecənin köhnə ibadətdən qeyri. Köhnə iadət qeyri. İadət ola bilər, ibadət ola bilər. Əlbəttə ibadət də ola bilər, amma köhnə gələndə ibadət olmaz, ehtimalən iadət olar. Yenə həm cəlisi edər Adəmə rağib həsədi. Yenə həm cəlsini edər Adəmə rağib həsədi. Rəşq edər mi sana kimsə vüzəradən qeyri. Kitabın sonuna gəldik təqribən. Bu sonunda bir şeir var, onu oxuyaq və bu kitabın birinci bölümü ki Rağibin divanıdır, onu geçək və gedək Şani Əbülməali Həzrətlərinin divanına. Nadir bulunur tinəti kamildə qusur. Kim mayədən eylər nə kim eylərsə zuhur. İqbal seruzə ilə təfsir gəlməz. Məst olsa da xibt eyləməz ərbab şuur. Xəbt eyləməz ərbab şuur. Çünki bəd qudrətdə dönər xəbrələ şeir. Çünki yədi qudrətdə dönər xeyrilə şər. Bəsdür bilənə təsliyyət iman qədər. Bəsdür bilənə təsliyyət iman qədər. Dəryadən nə miqdar olur xar و xəsün. Dəryada nə miqdar olur xar و xəsün. Dünya üçün olmaz dili danada kədər. Dünya üçün olmaz dili danada kədər.
Ademde ne pirane ne pirayi zar yor ister. Ademde ne piraye ne ziver ister. Məxluq idi ki surete mezher ister. بیفایده‌دür زینت و آرایش ظاهر. بیفایده‌دür زینت و آرایش ظاهر. Bax ayinəyə İndi burada dufut cevher ister. Belə bir şey istər. Bax ayinəyə səfvət cevher ister. Ehtimalən sifət səfvət oxunur burada. Kitap burada qurtardı. Buradan bu o tarix bölümüydü, yazar bölümüydü ki oxuduq və tarixində yazdıq. İkinci kitabı vəsətdə bir ayrı yazılar var, ərəbcə ki, onlardan keçirik. Əl yazısı da çox fərqlidir. Qəzəliyyat-ı Kani Əbul Məani. Bunun əl yazması ondan daha rahat oxunar. Çünki onu deyək ki, bir dənə xoşxətt adam özünün əl yazması ilə, standart yazı ilə yox, özünə aid olan tarixdə birinci dəfə gəlib gedən olduğu üçün onun oxuması biraz çətindir. Amma bu biraz, nə cür deyim, elə bir ki, mədrəsə uşağı yazıbdır. Yəni, dəbiristan uşağı məsələn yazıbdır. O cür bir əl yazı burada görsənir. Ona görə bəlkə bunu oxumaq daha rahat olar, əgər bizim türkcəmiz yetişsə. Qəzəliyyat-ı Kani Əbülməali. Elmi qaldırsa bir yerdən Qəcan Sultan Bismillah. Elmi qaldırsa bir yerdən Qəcan Sultan Bismillah. Olur lahutiyan arayişi divan Bismillah. Olur tavus Quds əvvəlin mənzildə baləfşan. Nə rütbə mürtəfədir aşyan şan Bismillah. Həzaran sədre-i ziri sayəsində buldular şöhrət. Hezaran sədrə ziri sayəsində buldular şöhrət. Onun üçün laməkan oldu səra bostan Bismillah. Səra sözü ki, indi Türkiyədə işlənir, bu üst örtülü bağçalara deyirlər, səra deyirlər. Burada ehtimalən o səra bostan o anlamdadır. Səra ev anlamınadır. Sərabostan həman anlama gəlir pəs. Üst örtülü bostan. Dəcülmi gülşəni nəzmi mübinün sərv azadi. Xətt azadi oldur nolə ünvan Bismillah. Boyun əkdi görüncə əcdi əymaq. Boyun əkdi görüncə nəxli tuba rəfət-i şə'nin. Dedi tulun ey şah cahan gərdan Bismillah. Sırat-ı müstəqimi anlə xətti üstuvasından. Varır Allah'a toğri mənhəci asan Bismillah. Bu adam Bismillahla kitabın başladığı üçün beləsi davam edir. Gör anda nöktəyi la təqtənu min rəhmətillahi, rəhməti ilahi. Gör anda nöktəyi la təqnətu minər rəhməti ilahi. Allahi əlbəttə necə nəzdikidir Allahə bəq rəhman Bismillah. Devam edir, bu şiirin devamı var. Cedaq və ləhu eyzən, burada bir ayrı şey. Aha, şiirin axirinə gəlmiş, oxuyaq qutarsın da. Rəhimin ləfzinə məzhər olur Bismillahirrahmanirrahimi dedi. İndi buradan Bismillahı dedi. Ondan sonra deyir ki, Rəhmana yaxındır. İndi Rəhmandan sonra Rəhimin ləfzinə Bismillah. Allah Rəhman və Rəhim kəlməsinə deyir. Rəhimin ləfzinə məzhər olur damən tutan əcza axər.
Rəhimin lütfinə məzhər olur damən tutan axər, Rəhim ilə mütərraz çün daman bismillah. eder خورشیدی ذره ذره بی خورشید عالمتاب eder خورشیدی ذره ذره بی خورشید عالمتاب نگاه انداز naz oldukça hüsnü an بسم الله. Bırak bir bergi nazi عقل bari yolda gurdaim. Bırak bergi nazi عقل bari yolda gurdaim. İnani himmete eşk ile yekran bismillah. یکران بسم الله. ضیای شمع وحدت مشعل راه هدایت در سراپا نور در آینه رخشان بسم الله. Denildir müngeti ümmidimiz Allah'dan ey kani. Decildür, denildir değil. Decildür müngeti ümmidimiz Allah'dan ey kani. Ulladan çünzi la yefnai rahmet. Evvelden çenzi la yefnai rahmet. Çani bismillah. Burada bu şeiri qutardı. Gedirik bir ayrı şeir burada cüraq eləyə bilsək, oxuyaq. Əlbəttə burada və ləhu farsi. Yəni bu adam farsi şeiri də var. Bunu yazıbdı. Oxumuruq onu. Və ləhu əgər təzəşdən bir ayrı və ləhu ilə deyibdi ki, Əla ey talibi cənziniyə əsrar sultani سخن لقل امارت بو çöhen bünyad virani Cətur nəzmə pərişan sözləri üçün lö'lü-i mənzum Nizamül mülk məni ol misali mیر خاقانی Ərişdür payi şeiri bulənd eyvan şüəraya Edib avizeyi balayı pərəndeyi nəzmi səhbani Celalettin Mevlana kitab məsnevisində Celalettin Mevlana kitab məsnevisində keramat-ı bülənd evliyadandır demiş ani. Ödüb amixdeyi hikmətlə rövnək ver məzaminə. Edib amixdeyi hikmətlə rövnək ver məzaminə. Təzəvvüflə behişti acil ilə بزم عرفانی ولی انشاء منشوری برغم ذوالجناحین ولی انشاء منشوری برغم ذوالجناحین şikar et sonra نسر طائر گردون گردانی Bu Nəsr ehtimal baş tapmadım buna onlarına gəlir. Şikar et sonra Nəsr tair gərduni gərdani. Bu Nəsr nə deməkdir? Sin ilə yazılır. Nun sin re ra ilə yazılır. Nə deməkdir bilmədim. Cəhanda şöylə toxmafşan Nəsr ol keydə asarın. Burada bu Nəsr üç nöqtəli sindən düzdür yəni. Cəhanda şöylə toxmafşan nəsr ol keyrə asarın misali qəlbi dana pür bu həfd ənbar dövrani təxəllüs etmək istərsən sözün hüsni müxəllis özü özünə deyir ki, indi şeiri yazmaq istəyir, onu özünün dastanın deyir. Əvvəldən də oxumadığım üçün biraz bəlkə burada nə deyərlər hər halda şeirin özünə indi təxəllüs seçməni deyir. Təxəllüs etmək istərsən sözün hüsni
nir muxlis belə bir şeydir. Miyan əhl dildə olsan da bəxt suxəndani. Şu cevherler ki nesr ettim, ani ziba niyaguş et. Şu cevherler ki nesr ettim, ani ziba niyaguş et. Eğer olmak dilersen alem itre ma'rifet çani. Oxumalı deyil, oxumalı deyil. Bu insanın alətlərinin adlarını söylədiyi üçün oxumuram bunu. Gülməlidir, çox da şeydir, amma bunu mənim işim deyil. Oxuması gözəldir, gülməlidir. İki sevgili insanın arasında oxunsa çox da gözəl ola bilər. Gülərlər, xoş xatirələri də ola bilər. Təfaxür etməcə layiq nəcadımız yoxdur. İzafat-ı suxənə etiyadımız yoxdur. Arada biz hələ şaşdıq, arada məhv oldu. Arada biz hələ şaşdıq, arada məhv oldu. Muradımız deyəcək bir muradımız yoxdur. Vücud arasan əfəndi, vücudsuzlükdür. Vücud arasan əfəndi, vücudsuzlukdur. Vücud ariziyə istinadımız yoxdur. Fəlsəfə sözlərim çox gözəl deyibdir. Sevdim. Bu varlıq, həsti, existensi danışır. Çox gözəl danışır. İndi bu existensi danışanda biz şəriətidən bunu eşitmişdik. Məsələn, çox önəmli bir şey. İslamda bunun adı vücuddur. Varlıq. Türkçədə varlıq. İslamda yox, müsəlmanlar arasında vücud, varlıq işlənibdir. Vücud arasan əfəndi, vücudsuzluqdur. Vücud ariziyə istinadımız yoxdur. Nə niknamlığımız var, nə pəkrə bədnam. Nə niknamlığımız vardır, nə pəkdə bədnamımız. Təxəllüs eyləyəcək rütbəyə adəmüz yoxdur. Muarizan sorlə olundu sülh əbəd. Muarizan surlə olundu sülh əbəd. Bizim bu mərikələrdə cəhadımız yoxdur. Rəhi vəfa əbəd zikr-u fikrimiz sənsin. Rəhi vəfada əbəd zikr-u fikrimiz sənsin. Çərab dildə, cirab dildə bizim qeyri zadımız yoxdur. Biri örtəbə yüz əsbabidən ki ey kani. Biri o rütbə yüz əsbabidən, biri o rütbə yüz əsbabidən ki ey kani, bizim təvəkküllə etimadımız yoxdur. Gedək bir ayrı şeir oxuyaq, görək ki nə deyir. Gəldi min fəslə xərif, gəldi yenə fəsl xərif, payız. Xərif ərəbcə sözdür, payız anlamındadır. Gəldi yenə fəsl xərif, bamiyə badımcan qalmadı. Bu soralarda yazılıb, bəllidir, çünki bamiyə badımcandan danışdım. Bustani tərk etdi hərif, bağlarda bir can qalmadı. Şimdi əminlik hər tərəf, eylə təmaşa la təxəf, oldu qırağın tələf, oldu qırağudən tələf, qırağı nə deməkdir bilmirəm. Oldu qırağudan tələf, bu tıraq, putraq, pıtraq ehtimal olacaqdır, pıtraq. Putraq, yabışqan qalmadı.
Pıtraq düzdür elə, pıtraq olacaq yapışqan, pıtraq yapışqan qalmadı. Pıtraq bir dana yumruya bənzər, amma yumru deyil, biraz uzundur. Qoyun qığı kimi bir otdur, otun gül kimisidir. Bu yapışır adama, paltara, qoyunun tükünə, hər şeyə yapışır. Yəni yapışqandır, onu eləyir. Oldu qırağudən tələf, pitraqu, yapışqan qalmadı. Getdi səhər vaxtı öhbəz qəmxanədən pak و təmiz. Bu öhbəz nə deməkdir bilmirəm. Heyfa ki dünyada əziz, himmətli sultan qalmadı. Ey qurveyi pəşmini baf. Bu qurvə nə deməkdir onu bilmirəm. Ey qurveyi pəşmini baf, dəmdür olə ləmsinə saf. Dəmdür oləlüm sinə saf, qaldur fistani tabnaf, tabnaf. Qaldur fistani, fustan nə deməkdir onu da bilmirəm. Qaldur fistani tabnaf, arama imkan qalmadı. Qani ilə tutdi yazilər. Qani ilə toldi yazilər. Qani ilə toldi yazilər. Boyandı otlar, bazilər. Azdı zəzlər, tazilər. Azdı zəğərlər, tazilər. Tağlarda tavşan qalmadı. Tovşan yazıb bunu. Tağlarda tovşan qalmadı. Yerlər muğan, bağlı yemək. Bizim muğandan yazıb bunu. Deyirəm axı. Amma biraz görürsünüz, Türkçəsi ilə bizim fərqimiz yoxdur. Yerlər muğan, yağlı yemək. Pərhiz adı batsa gərək. Təsih-i millət edəcək. Bir əski rəhban qalmadı. Bihudə çəkmə intizar. Mislin gətirməz ruzigar. Badi ki bir şair mi var? Badi kimdir? Badi ki bir şair mi var? Amma suxandan qalmadı. Badi adında şair axtarım görüm ki, belə bir şair var, haralıdır? Bu calib bir sözdür. Əcəba, Badi adla bir şairdən, şair haqda bilgilər toplar mısın? Görək ki, Badi haqda belə 19-cu yüzildə Azərbaycan ədəbiyyatında Badi təxəllüsü ilə tanınan bir neçə şair olsa da onların arasında ən adlı sanlısı və əsərləri ilə iz qoyanı Molla Məhəmməd Baqir Badi Bakılı sayılır. Pəs bu oradadır, yəni düzdür. Araz sayının o tayı bu tayı bizimdir, yəni orada yazılıbdır. Bu şair haqqında əsas bilgilər budur. Molla Məhəmməd Baqir Badi tarixlər 1810 miladidə yazıbdır. İndi 1235 il, 36 il bundan qabağın sözüdür. Zahirən, indi deyərəm bunu yazır. Badi, Bakının ən böyük elmi və ədəbi simalarından biri idi. O, həm şair, həm də öz dövrünün tanınmış alimi və müdərrisi kimi fəaliyyət göstərib. Kökü və təhsili Bakının Maşt Ağa qəsəbəsində anadan olub. İlk təhsilini Bakıda alıb. Sonra isə Nəcəf və Kərbəla kimi müqəddəs şəhərlərdə ali dini təhsilini tamamlayıb. Ədəbi fəaliyyəti Badi klasik ədəbiyyat ənənələrinə sadiq qalaraq daha çox qızıl, qəzəl yazıbdır. Qəzəl, qəsidə və mərsiyə janrlarında yazıb yaradıb. Onun dili axıcı və səmimidir. Özəlliklə Bakıdakı Məcmə-i Şüəra Ədəbi Məclisinin fəal üzvlərindən biri olub. Seyd Əzim Şirvani ilə əlaqəsi Badi
ilə böyük müasir Seyid Əzim Şirvani arasında çox yaxın dostluq və ədəbi məktublaşmalar olub. Seyid Əzim öz əsərlərində Badinin elmini və şairliyini yüksək qiymətləndirib. Əsəri onun qəzəllərindən ibarət bir divanı və müxtəlif ədəbi cüngülərdə şeirləri var. Şeirlərində həm irfani məzmunlar, həm də gündəlik həyatı çətinlikləri əks olunubdur. Azərbaycan ədəbində başqa badilər. Tamam, bunu gedək, amma burada yazaq ki, indi biz kimin kitabından bunu oxuduq? Dedik ki, adı bunun nə idi? Oxuduq, bunun adı İndi qeyd etməliyik bu kitabın əvvəlinə ki, bu adamın, şairin adı Kani. Kani adlı şair haqqda da bilgilər verər misin? Bu birinci. İkinci sual. Əcəba Kani ilə Badi arasında necə bir əlaqələr var imiş? Tarixləri hicri yazar mısın lütfen? Azərbaycan klassik ədəbində Kani təxəllüsü ilə tanınan şair Molla Məhəmməd Baqir Badinin oğlu Mirza Məhəmməd Təqi Kanidir. Pəs bunlar dədə-baladırlar. Kani Əbülməali. Aha. Bu iki şair arasındakı əlaqə yalnız ədəbi deyil, bəlkə dərin bir ata-oğul bağlantısıdır. Bu iki şəxsiyyət haqqında hicri tarixlər əsası belədirlər. Mirza Məhəmməd Təqi Kani. Mirza Məhəmməd Təqi Kani. Mirza Məhəmməd Təqi Kani. Mirza Məhəmməd Təqi Kani. Min 1264 ilə 1331 illər arasında yaşayıbdı. Tamam. Mirza Məhəmməd Təqi Kani Bakının Maştağa qəsəbəsində anadan olub və atası Badinin yolunu davam etdirib. Elmi məqamı o dövrün savadlı ziyalılarından biri idi və ilk təhsilini atası Molla Məhəmməd Baqir Badidən almışdır. Onda doğrudur. İndi bunu görəndən sonra bunu da bildik. Əcəba bunun adını düşüb Kani Əbülməali. Əcəba Kani Əbülməali həmən Kanidirmi? Görək ki, bu adlar. Yox, Kani Əbülməali Mirza Əbülqasım Kani ilə Bakılı Mirza Məhəmməd Təqi Kani tamamilə fərqli şəxsiyyətdir. Bu iki şair həm yaşadığı məkan, həm də mənsub olduğu ədəbi mühit baxımından bir-birindən ayrıdırlar.
Çani Əbülməali, Mirzə Əbülqasim. Bəs bunun adı iştibah yazmışıq burada. Bunu biz kamil qərəliyaq. Tamam. Şimdi Çani Əbülməali, Mirzə Əbülqasim. Mirza Əbülqasım. Qacar dövrünün tanınmış şair və ədiblərindən biri idi. Məkan əsli Tehranlı idi və ömrünün çoxunu İranın mərkəzi şəhərlərində keçirib. Ləqəb Əbülməali ləqəbi ilə tanınırdı və öz dövrünün dövlət adamları və alimləri ilə yaxın əlaqəsi var idi. Üslub o daha çox fars dilində və klasik səbk hindi və ya da səbki bazgəşt təsirində şeirlər yazıb. Mirza Məhəmməd Təqi Kani Bakılı. Bu yuxarıda öyrəndiyimiz şairdir. Məkan Azərbaycan Bakı. Əlaqə Molla Məhəmməd Badinin oğlu. Üslub Azərbaycan. Tamam. Pəs bunda Məali, Qasım, Mirzə Əbülfəz. Bunlar ayrı-ayrı adamlardır. Yaşadığı yer. Kaninin əsl adı Mirzə Əbülqasim Kani Əbülməali. Kani Əbülməali. Atasının adı Mirzə Əbülfəz. Tehran. İndi onda bununla şeyin nə arası olar? Bu da vəfatı 1287-də. Yəni Məşrutə Məclisinin qurulmağından 2 il sonra Allahın rəhmətinə gedibdir. Yox. Vəfat tarixi bu kimdir bəs? Hə, bu Bakılı Kanidir. Tamam. Yəni bu adamın tarixi şeirlərinə baxdıq, amma bu yəni çox da uzun zaman deyil. 100 illıq bir şairdir. Bu kitabı da elə burada qoyaq. Bu bizə yetər. Bu qədər. Amma gedək bir ayrı kitab açaq. Çünki o kitab dediyimiz kimi taza olduğu üçün onu da burada qoyduq qaldı. 1287-də vəfat edibdir. Vəfat 1287 ilində vəfat edibdir. Bir daha ayrı bir kitab açıram. Bunu biraz da bu kitab adı Oğuznamə Uyğur əlifbası ilə baxaq görək. Əgər belə olsa yəni bəzən Uyğur deyir, amma Moğul olur. Ona görə fəqət baxım görüm ki belə bir şey nədir? Bəli, bu Moğul əlifbasına olduğu üçün öncədən də bunu oxumuşuq. Bunu da şeydən silah geçsin. Kitablar listəsindən silah geçsin. Əsla çünki bunu qabaqdan görmüşük. Bu Moğul deyil. Moğul əlifbasıdır. Şey deyil yəni. Bunu qabaqdan da görmüşük. O da nəzərimə gəldi. Onu gördük. Bu kitab nədir? Behcətül Lüğət. Fikirəm bu Behcətül Lüğəti də görmüşük. Mənə belə gəlir. Kitab yarımçılıq başlanır. Fikirlərəm görmüşük, amma bu biraz mənə tanış gəlmədi. Tamam. Bu Behcətül Lüğəti əvvəl görək kitabda nə görürük? Onu baxaq, kitabda görək sonra. Bu kitab adı Behcətül Lüğətdir və 377 səhifədə PDF-də görsənir. Çünki PDF-də hər 3 səfəsi hər səfəsi bir səfədə gəlib. Yəni kitabın bir səfəsini qoyublar bir səfiyə. Kitabın bu vəziyyət ehtimalən bu ayrı bir məmləkətdə saxlanmağına dəlildir, amma burada göstərmədi onu. Yəni yazmadı ki, ayrı bir kitabda saxlır ya yox. Fəqət bir baxaq sürətlə görək bu kitab lüğətdir. Lüğətləri qırmızıda yazıbdır. Bəzi kəlmələri qırmızıdan əlavə, bəzi kəlmələrin başı üstə
qərə xətt çəkibdir, o şey eləməkdir, lüğətləri qırmızıca ehtimalən indi hangi dildədir? Aha, lüğət türkcədir, məniləri farscadır. Ehtimalən bəli. Hər halda bu kitab mənim kitabın əvvəli təəssüflə yoxdur. Yəni bu kitabın əvvəli olacaqdı, yarımçılıqdır, əvvəli yoxdur. Əvvəlindən bəllidir. Bekəsril əvvəli və sükunil ya orada kəlməni deyibdir, bunu tozih verir. Bu kitabın əvvəlində bir müqəddəməsi olacaqdır. Bismillahirrahmanirrahim. Niyə yazıram? Onlar yoxdur. Kitabın ortasından biz görürük. Yəni əvvəlindən bir neçə səhifə dağılıbdır və bəllidir. Kitablar bab, əlifba üzü ilə bablanıbdır, bab eləyiblər. Biz onu görürük və əvvəldə onları görmədik. Bir yerdə biraz sürətlə gedirəm çünki lüğətdir və mənim lüğətdə əlim yoxdur. Kitab nəzərə gələn nüsxədir. Mənə belə gəlir ki, bu nüsxədir. Amma nüsxəni yazan bəzi yerlərdə iştibah yazıbdır. İştibah yazmaq üçün, buna görə ki, qədim iştibah yazmayalar, bir kitabdan ki, onun üzü ilə yazırlar, onun üzünə bir təxtə, uzun təxtə belə qoyurdular, sətirlərin aşağısı örtsün, o sətri ki yazırlar, fəqət o qalsın. Bəzən bu çaşırdı, yəni yerindən tərpəşirdi, adam da mütəvəccüh olmurdu, o xəttin ki, üstündə də onu yazırdı. Sonra birdən baxır ki, ay da ağac tərpəşibdir və mən iştibah yazmışam, kitabı o yazdığının üstünə bir xətt çəkirdi ki, yəni bu doğru deyil, bu yanlış olubdur. Burada bu kitabda onu buracan, bundan belə ki, hızlıdır getmişik, bir neçə səhifədə gördüm, ona görə istədim bu tozihi verim. Ələn yenə də burada bir ayrı səhifədə görürük və çox olubdur. Yəni, ələn bu iki səhifə dalbadal ki, gələcəkdir. Bu iki səhifənin içində görürük ki, həm o səhifədə, həm bu səhifədə çox yazıb. Yəni, ələn bu iki səhifədə 4 yerdə, 5 yerdə xət vurubdur. Yenə burada bu səhifə 96-cı səhifədə görürük ki, 2 dana sətri başa-baş qərəliyibdir. O birisi səhifədə 2 sətri özdə ayrı-ayrı, yəni bir dana üstdə, bir dana aşağıda qərəliyibdir. Bu da bunu göstərir ki, bu kitab birinci nüsxə ola bilər. Ya nüsxə olmaz, bəlkə əsl olur. Burada əslən küllən, məsələn, bir paragraf qılmağay ayırdı, qılmağay ayırdı, cığatay lüğətlərin yazıb, bunu deyim. Cığatay lüğətlərin farscaya deyibdir. Bu Qacar dövründə ən azından olacaq, ya da Səfəvi dövründə olacaq, belə bir şeylə bu kitablar. Amma xətti çox özəldir. Yəni, bu çox bir gözəl bir xətlə ki, çox rahatca oxumaq olar. Yəni, mənim kimi savadsız bir adam lüğətlərin mənasını bilsə, rahatca bunu oxuya bilər. Və bu kitabda dedim, çoxlu ehtimalən kəlmələri qələt yazıbdır, onları qələt məni eləyibdir, ya da iştibah yazıbdır. Ona görə də onları çoxlu yerlərdə qələm çəkibdir. Çünki yazılar aynı gedir, fəqət biraz sürətlə bunu gedim. Bu mənim özümə çox gözəl olar. Cığatay sözlərini öyrənmək üçün buna müraciə eləməyim, buna baş çəkib bundan lüğətləri öyrənməyim mənim özümə yaxşı olar. Hərdən bir belə bir kitab adam, hərdən bir demirəm ki, mən çünki lüğətdə yoruluram. Burası var, mən uşaqlıqdan lüğətlə o qədər aram olmayıbdır, yəni bilmirəm niyə. Tamam, kitabın axiri də yarımçılıq qalıbdır. Cümlə yarımçılıq qalıb. Kitabın əvvəli də düşüb, axiri də düşübdür. Bəlkə də bu cildilərdən biridir. Burada Behçətüllüğə 2 dana 2 kimi bir şey, 2 yox, 2 dana 1 kimi yazılıbdır. O latincədə 2 hesab olur. Bəlkə o anlamda bu şeydir. Yəni hər halda gələk burada əvvəldə birinci lüğət ki görürük, adı sızılmaq. Sizilmaq. Sizilmaq. Kəsr əvvəl və zayi nöqtədar. Nöqtənin zılı nöqtə. Zayi nöqtədar, yəni nəqş şudən.
Sızılmaq, nəqş olmaq. Nəqşə çəkirsən, bir nəqşəni çəkdin, o. Sızılmaq. Sızılma. Bir kəsrə əvvəl və zai nöqtədar, yəni fəhmidə şüdən, anlaşılmağa da sızılma, sızılma. Sızınmaq. Yox, siyüzünmaq, siyüzünmaq. Bir kəsrə əvvəl və zai nöqtədar və sükuni yavunun. O şeydir, sakindir, ö deyil. Mən bunu ö gördüm, ona görə sızınmaq. Yəni tərəşşühkərdən, sızmaq sözündən gəlir əslində. Sızmaq, sızılmaq, nəqqaşlıq eləmək, yəni nəqqaşının özü, nəqşüdən bir şeyi sızdım, yəni nəqş elədim, çəkdim. Sızılma, yəni anlaşıldı. İlahi bərəbi. Şükür olsun, qış quturmur bu illəri. Həm soyuqdur, həm də ki, yəni, bahar, məsələn, yazın 45-i olubdu, amma təəssüflə Toronto, Kanadanın biz olduğumuz bölgə hələ qışdır. Yəni, bəzən sübh yuxudan tez duranda yerdə adam buz görür. Çəmənlərin üstündə. Sızğurmaq. Sızğurmaq bizdə də vardı. Sızğırmaq, yəni bir şey süzmək, su özəlliklə bir qab cırıq olsa oradan geçsə. Görək nə deyir burada? Yəni, yenə deyir ki, sızğırmaq, yəni nəqşgərdən banu ki, kard və əmsal an və niz bir məni qudaxti şudən است. Sızğırmaq, sızğırmaq, burada deyir ki, bir ağac üstündə həkk eləmək, bir şeyi nəqşin salmaq, ağacın nəqşini çəkmək, bir ağac üstündə, bir şey üstündə, amma bir bıçaq kimi bir şeylə, yəni iti bir şeylə çəkməkdir. Kəndikari farsça deyirlər. Və həbilə əritmək anlamında, dəmirzədə aldırmaq, sızğurmaq. Sizsiz, yəni idüniz bi şuma və niz əmr əz nəqşgərdən. Aha, sizsiniz, yəni sizsiz, siz, yəni şey eləyin, düşündün, nəqşəni çəkdin, ya düşün, nəqşəni çək, beləsi əmridir. Siz, yəni düşün, nəqqaşını çək, ya qazmanı qaz, belə, qazdığın yeri qaz. Siz kak, nöqtədar və kaf-ı parsi, bəl əlif, sizgak, pərdeyi çeşm bak, yəni gözün bu üstündəki kipriyə sızqaq. Sıskanmaq. Sıskanmaq kaf parsi ba əlifi çeşidi və benun çeşidi az xab bədheşt vidar şudən, qorxulu yuxudan ayılmağa sıskanmaq deyiblər. Sıskanmaq. Sığırmaq, bir şeyi yerləşdirmək. Yerləşdirmək, sığırmaq, yerləşdirmək. Sığınmaq, yenə də elə pənahəndə olmaq, sığınmaq, bizdə də elə sığınmaq anlamında işlənir. Sıqdurmaq, ondan sığı qafa çendi, sıqdurmaq yenə də bir yerə soxmaq olacaqdır. Mültəci saxdən, bəli, həmandır, yenə də sıqdurmaq. Bir şeyi bir şeyin içinə sıxdırmaq anlamındadır, soxmaq anlamındadır, pənahəndə olmaq da o anlamdadır. Sığraq. Sığraq bizdə heyvan adına gəlir. İndi sığır deyilir. Bəlkə oradan o kəlmə də burada yəni götürülübdür. Göz lüledar və niz piyalə. Küze-i lüledar. Sığraq, o küzələrə deyirlər ki, qırnası var, lüləsi var, tökürlər. Çaydan kimi məsələn, o cür bir şeyə deyirlər. Sığraq və ha belə piyaliyə də deyirlər. Şərab piyaləsinə deyirlər sığraq. Seyğu. Seyğu, yəni
Nə qədər tutar bir şey. Bir piyalə nə qədər sayğudur, yəni nə qədər tutar sayğulu. Məsələn, bunun sayğusu nə qədərdir? Məsələn, deyək ki, 100 millilitridir məsələn. Beləsi. Çox gözəl, bu qədər mənə yetər fikirlərim. Çünki lüğətdir, həm də Cığatay ləhcəsidir. Məsələn, tay. Tay dəstəli teynə bizdə var. Bizdə bunu işlədərik. Day, atazada işləyirik. Day, dayça. İndi burada o vardı. Ondan sonra madyan, at, beləsi gedir. Üstə adları mən bilmirəm, ona görə bilmirəm. Yəni mən bir-iki danasını bilirdim, onu dedim. Tay atın balasına bir illik ya 2 illik olsa ona deyirlər tay. Tayşı, tayısı da ola bilər. Tayşı görək nə deməkdir? Nevisəndə və haziq və mahir və ustad. Tayşı yazar, tayşı yazar, haziq, mahir, ustad. Adamlar tayşı deyirmişlər. Tağarcar. Bizdə tağarcıq var, amma bu tağarcar görək nədir? Sevdim bunu. Nam əmiri az ümerayı Halakuxan və Abaqa. Əbaqa. Tağarcar, tağarcar. Tağarcar bir ad imiş. Mənisini yazmayıbdı. Əlbəttə bir şey yazıb, amma bu nə deməkdir? Beskun ray qərəşdu, cimi əbcədi və əlifi çişidi və bərarəsidi. Bilmirəm nə deməkdir olar. Farsçası da olsa baş tapmadım. Bunun heyif olsun, bu Behcətül lüğəti yazaq görək ki. Behcətül lüğət kitabı haqda bilgilər verər misin? Görək ki, Behcətül lüğət iştibah yazdım. Behcət özü düzəltdi. İsmətullah ibn Fəxrəddin Taşkəndi tərəfindən qələmə alınan önəmli bir sözlükdür. Bu əsər özəlliklə Cığatay türkçesi, əski özbəkcə və klasik ədəbiyyat öyrənciləri üçün önəmli qaynaqlardan biri sayılır. Bu kitab haqda əsas bilgilər bunlardır. Əsərin mövzuu və quruluşu. Bu kitab məşhur şair Əmir Əli Şirinəvayinin əsərlərində işlətdiyi çətin kəlmələri, istilahları və fiilləri açıqlamaq üçün yazılmışdır. Əsər 2 əsas hissədən ibarətdir. Birinci bölüm adlar, Cığatay türkçesində olan adlar və onların farsça mənaları. İkinci bölüm məstərlər və fiillər. Bu hissədə fiillərin rişələri, kökləri və sərfi özündə geniş bilgilər verir. Yazılma tarixi və səbəbi. Kitab 11-ci yüzilin sonları və 12-ci yüzilin əvvəllərində hüdudən 1100 illərində civarında yazıbdır. 1100 il civarında yazılmışdır. Yəni neçə yüz il bundan qabaq olar? Desək ki 1100-də yazılıbdır. Bunu hesablasaq 1100 desək, bundan çıxsaq 1447-ni 347 il öncə hududən 347 il öncə bu lüğətnamə yazılmış 2 bölümdə. Ehtimalən biz bunların birinci cildini görmədik, ikinci cildini gördük. Çünki feilləri gördük. Məqsəd, müəllif bu əsəri Hindistanda yaşayan və Əmir Əli Şirinəvayinin şeirlərini oxumaq istəyən, ancaq Cığatay türkçesini dərindən bilməyən şəxslər üçün bir rahnıma kimi hazırlamışdır. Aha, Hindistan. Çünki farslar orada idilər, onlara yazıbdı. Elmi və önəmi. Behcətül lüğət. Diqqət buyurun. Yəni burada görürük ki 400 il bundan qabaq neçə oldu? 300. Hara qoyduq bunu?
Yazarı dedi, şimdi yazar İsmət İbn Fəxrəddin Taşkəndi. İsmət İbn Fəxrəddin Taşkəndi. Yazı dövrü, tarix 1100 ududən, dedi 1100 Hicri. Yəni neçə il öncə? 347 il öncə desək. 347 il öncə yazılmış bir əsərlə danışırıq. Və bu harda yazılıbdır? Dedi ki, müəllif bu əsəri Hindistanda, burası çox önəmlidir, mənim üçün özəlliklə Hindistanda yaşayan farslar üçün yazmış ki, Cığatay yaxçı bilmirmişlər. Bu bizim fərziyyəmizi təkmillədir yavaş-yavaş ki, Fars dili bu bölgənin dili deyil, Hindistandadır və biz yaratmışıq. Bunlar da öyrətmək üçün onlara türkcəni, bunu da belə gəlirik, qabağa aparırıq. Behçət lüğət yalnız bir sözlük deyil. Eyni halda Cığatay türkçəsinin qrameri haqqında da dəyərli bilgilər verir. Müəllif əsərdə Nəvainin şeirlərindən örnəklər gətirərək sözlərin işlənmək məqamını göstərir. Əlyazma və çaplar. Tamam, bu əlyazmadır bizim əlimizdəki. Bunu gördük və bunun haqqında bir şey demək ola bilmir. Çünki əvvəli axırı yoxdur. Görək kim yazıbdır. Beləliklə bu günü 3 kitab, 4 kitabla tanış olduq. Çox kitab oldu. Hüsnü Həsəniyi Cəbbarqulu, bu 1284-də yazılmış bir kitabda 2 kitab yerləşirmiş. Onu gördük. Sonra 2-ci bölüm Divan-ı Rağib, bunu oxuduq. Bu da 1202-də yazılıbdır. Sonra Qəzəliyat-ı, üzr istəyirəm, bu ayrı bir kitab idi. Qəzəliyat-ı Kani Məali, bundan Rağibinki bir yerdə idi və bunların da haqqında biraz uzun danışdıq. Mirzə Əbülqasım Kani Əbülməali Tehranda yaşırmış, amma Badi dedikləri həzrətləri Bakıda yaşırmış və Tehranla Bakının mərkəzi, demək olar ki, Bakı Tehranın mərkəzi imiş bir zaman. Bunu da ədəbi cəhətdən demək olar. Zahirən də həmişə bu cürmüş. Yəni keçən ən azından 200-300 ildə, şayət də 700 ildə demək olar ki, Azərbaycan Bakı mərkəzli şeydə, yəni ədəbiyyatda, düşüncədə, anlayışda, fəlsəfədə mərkəz olubdur. Və ən son kitab ki oxuduq, adı Behçətül Lüğədir. Zahirən bu Əli Şiri Nəvainin həzrətlərinin şeirlərinin mənasını anlatmaq üçün yazılmış bir lüğətnamə imiş ki, 2 bölümdə ya 2 cildidə yazılmışmış. Amma təəssüflə biz bunu o cür görmədik. Beləliklə bu günləri 2 kitabla tanış olduq. Allaha şükür olsun. Biz şükrümüzü eləyək və nə deyirlər? Allah da bizə tövfiq versin, bunlara həm əlaqəmiz olsun, həm də düşüncəmiz bu yöndə hərəkət eləsin. Allah ömür verirsə bir ayrı gün görüşərik, ayrı bir kitabla tanışarıq.